çeşidinin krem pudrası çeşididir ki, Misfidi, yenə brendinə aiddir. Gördüyünüz mağazada olan məhsulların 90%-i Misfidi brendidir ki, glosslarımız da yenə rəng olaraq 12 rəng tonu var. 12, bunların da 12 rəng tonu var ki, qiymət olaraq başlayır 2 manat 50 qəpikdən başlayır. Tutqanın ölçüsünə görə bir neçə çeşidlər var. Növbəti vitrin isə tonalni çeşidləridir ki, burada da yenə 170-dən çox rəng çeşidi var. Hər rəngində bir neçə tonu var. Sarının 3 tonu, qırmızının 3 tonu və s. Bunlar da bildiyimiz, tanıdığımız, ən çox istifadə olunan, ən çox xanımlar tərəfindən, bəylər tərəfindən alınan marka ətirlərin qoxularıdır ki, demək 250 millidir. Salam əzizlər, xoş gördük hər birinizi. Söz verdiyimiz kimi gəlmişik Misfidi mağazasını çəkməyə. Hal-hazırda Sədərək Ticarət Mərkəzindəyik. Gedib inşallah sizlər üçün çəkib ətraflı detallı mağaza haqqında məlumat verəcəyik. Mağazanın ünvanı haqqında deyim. İlkin olaraq mağaza yerləşir Sədərək Ticarət Mərkəzi, Şirniyyat bazarı, sıra 11, mağaza nömrəsi isə 23. Mağaza adı Misfidi adlanır. Yeni aldığımız kameranı da test eləyəcəyik bugün inşallah ki, ilk dəfədir bununla çəkilişini kəşfir zamanı istifadə olunacaq. Ümid edirik ki, maraqlı və faydalı bir video buraxılışımız olacaq sizlər üçün. Siz də öz fikirlərinizi şərhlərdə yazın. Başqa hansı toplantılar sizlərə maraqlıdır, onu qeyd edə bilərsiniz. Davamlı olaraq biz də sizlər üçün toplantılar çəkib təqdim edək. Videonu bəyənib, kanala abunə deyilsinizsə abunə olmağı və ətrafınızda dostlarınızla, rəfiqələrinizlə paylaşmağı unutmayın. Demək, mağaza yerləşir 11-ci sıra, Şirniyyat bazarı, mağaza nömrəsi 23-25, Misfidi Cosmetics. İndi isə keçib ümumi olaraq mağaza haqqında və çeşidlər haqqında sizləri yaxından tanış edəcəm. İndi isə mağazadayıq. Mağaza haqqında qısa olaraq məlumat verim. Mağaza 20 ildir ki, fəaliyyət göstərir. Misfidi markasının yeganə ölkədəki ixalçı mağazadır ki, yalnız bu toplantıdan şəhərlərə və regionlarımıza paylanır. Mağaza əlaqə nömrələrini xatırlatıram sizlərə. Aşağıda da qeyd olunacaq. Kimlər ki, hal-hazırda kosmetika mağazası işlədir və yaxud da salonda çalışır və mütəmadi olaraq bu məhsullardan istifadə edirsə, topdan qiymətlərlə mağazaya yaxınlaşaraq və yaxud da əlaqə saxlayıb gəlmədən də sifariş edə bilər. Əgər regionlarda fəaliyyət göstərirsinizsə, yaşayırsınızsa, Sədərəkdən işləyən yük maşınları ilə sizin sifarişiniz yığılır, hazırlanıb və sizin regiona göndərilir. Əlaqə nömrələri 050 330 51 18, 050 641 14 00. Əlaqə nömrələrinə əlaqə saxlayıb, gələrkən ünvanla bağlı probleminiz olarsa, qiymətlərlə bağlı dəqiqləşmə aparmaq istəsəniz, hər dəstəyi verməyə hazırdırlar. İndi isə mağazanın girişindən sol tərəfdən başlayaraq inşallah sizlərə çeşidlərlə yaxından tanış edəcəyik. Hansının qiymətini deyə biliriksə, hansı aralıqda qiymətlər dəyişir, topdan qiymətlər, onun haqqında məlumat verəcəyik. İndi isə mağazanın sol tərəfdən, girişdən sol tərəfdən vitrinlərimizdən başlayaraq sizlərə ümumi olaraq çeşidlər haqqında göstərəcəyik, hansı çeşidlər var və mağaza boyunca bir-bir məhsullarla tanış edəcəyik. Gördüyünüz bu birinci vitrinimizdə burada demək pudra çeşidləridir ki, hər birindən mən bir ədədi götürürüm. Yaxın çeşidinin krem pudrası çeşididir ki, Misfidi, yenə brendinə aiddir. Gördüyünüz mağazada olan məhsulların 90%-i Misfidi brendidir ki, qeyd etdiyim kimi bu mağaza tərəfindən ithal olunur. Demək, pudralardan göstərdiyimiz bu krem pudra 4 rəng tonu var. Bunun hər hansı bir xüsusi özəlliyi var, yoxsa sadə bildiyimiz krem pudra adlanır. Digər çeşid isə bu SPF tərkibli. SPF tərkibli olan pudra çeşididir. Bunlarda rəng tonu, o da 4 rəng tonu var. Hər hansı bir özəlliyi varsa, digərlərindən fərqləndirəcək məhsullardan onu bizə deyərsiniz öncədən qeyd eləyək. Növbəti sadə pudramızdır. Bunlarda sadə pudra. 4 rəng tonu var. 4 rəng tonu var. Açıqdan tündə. Növbəti məhsul çeşidimiz pudralara aid olan bronzerlərdir ki, bunların da 4 rəngi var. Arxa fonda sizlərə hamısını göstərəcək bir-bir. Bunlar isə həmən pudra çeşidlərinin bir digər növüdür ki, bunlar suya davamlıdır, düzdürmü? Bəli, kompakt suya davamlı. Bunların da 4 rəngi, 4
daha Rəng doğrusu tonu. rəng tonu var mağazada. Kimlərə hansı tondan istifadə edirsə rahat şəkildə və yaxud da satışı daha hansı tonu satışı daha yaxşıdırsa həmin tonları da mağazanıza tədarük edə bilərsiniz. Növbəti pudramız isə 3 rəng pudramızdır. 3 rəng pudra. Burada yəni bir Bir qabda 3 fərqli rəng tonlarında yaxından götürür zəhmət olmasa 3 fərqli rəng tonu var ki, bu da belə bir növ büdcəyə daha qənaət eləməyə imkan verir. Növbəti isə məhsul çeşidləri tuşlardır ki, bunlar da demək şotqanın ölçüsünə görə bir neçə çeşidlər var. Daha böyük, orta ölçü və kiçik ölçü tuş şotqalı tuş çeşidləridir. Bunlarda hansında qiymət deyə bilirik? Qiymətini qeyd edə bilirsə, tuşlar neçədən başlayır? 3 manatdan başlayır. Tuşlar başlayır, topdan qiymət Topdan 3 qiymət 3 manatdan. manatdan başlayır. Pudra çeşidlərinin Pudra topdan çeşidlərimiz 3 manat 30 qəpikdən başlayır. 3 manat 30 qəpikdən başlayır. Markaya görə, modelinə görə qiyməti dəyişir. Bayaq bunu qeyd edirəm. Bunlar da fiksatordur. Makyaj dondurucu spreylərdir ki, topdan qiymət öyrənmək istəyənlər hansının ki qiymətini deyə bilir, əlaqə saxlayıb qeyd olunan nömrələrlə dəqiqləşdirə bilər. Daha sonra isə ikinci gördüyünüz bu vitrində demək bunlar tonalni, krem və bunlar da konsilerlərdir. Burada da həcminə görə qiymət olaraq yəni dəyişir. Həmçinin də SPF tərkibinə görə dəyişir ki, 10 SPF tərkibli olan var, 25 SPF tərkibli olan var. Qiymət olaraq başlayır. Topdan qiymət 2 manat 50 qəpikdən. Onların 4 rəng tonları var. Açıq rəngdən tünd rəngə kimi rənglər dəyişir. 4 rəng tonu var. Qiymət olaraq bunları deyə bilirik topdan qiymətən. Qiymət olaraq xüsusi hər birinin qiymətini deyə bilmirik təəssüf ki, amma hansı məhsulun gördüyünüz məhsullardan tanıdığınız, istifadə etdiyiniz sizə tanış gələn məhsulların çeşidlərini əlaqə saxlayıb net olaraq öyrənə bilərsiniz. Daha sonra isə bunlar liner çeşidləridir. Liner çeşidlərinin də qiymət olaraq deyə biliriksə hansını qiymətdən başlayır? Ümumi olaraq 1.70-dən başlayır. Ən ucuz çeşidi üzü yuxarı yenə də məhsulun çeşidinə görə və qələm linerlərimiz. Bunlar. Bəli. Bunlar isə qələm linerlərdir. Qələm linerlər də fərqlidir qiymət olaraq, yoxsa elə bunları da onlara aid eləyə bilərik? Ümumi olaraq 1.70. Fərqli qiymətli belə 1.70-dən başlayır. Suya davamlılardır. Suya davamlıdır. Daha sonra isə bunlar blesklər. Zərli blesklər. Zərli blesk çeşidləridir ki, bunların da fərqli rəng çeşidləri var. Qiymət olaraq blesklər başlayır Misfidi markasının qiymət çeşidləri 1.80-dən başlayır. 1 manat 80 qəpikdən başlayır və yenə də burada çeşidinə görə, modelinə görə qiymətlər dəyişir. Növbəti vitrində isə burada gördüyünüz yuxarı cərgədə olanlar mat blesk çeşidlərdir ki, açıb bir neçəsini də yaxından göstərək. Mat rəng tonu olaraq neçə rəngi var deyə bilirik, yoxsa 12 rəng tonu var. 12 rəng tonu var. Toptanı 1.50-dən başlayır. Topdan qiyməti mat blesklərin başlayır 1 manat 50 qəpikdən. Yenə çeşidinə görə qiymət dəyişir. Bunlar isə gloss çeşidlərdir. Bəli. Glosslarımız da yenə rəng olaraq 12 rəng tonu var. 12 bunların da 12 rəng tonu var ki, qiymət olaraq başlayır. Hansını deyə bilirsə deyək. 2 manat 50 qəpikdən başlayır. Mat gloss nə oldu? Lip glosslar. Lip glosslar. Bunlar. Bunlar isə Rumiana çeşidləridir. Rumiana çeşidləri yenə də rənglərinə görə və həcminə görə, çeşidinə görə fərqli çeşidlər var. Bunların qiymət Rumiana çeşidlərinin qiymətləri başlayır 1.60-dan. 1 manat 60 qəpikdən. Növbəti bunlar da yenə mat blesklər. Blesklərdir. Mat blesklərin 24 saatlıq 24 saat qalıcılığıdır. 24 saat qalıcılığa malikdir. 12 bunların da desən Suya davamlıdır. 12 çeşidi var, 24 rəngi var. Bunların gördüyünüz 24 rəng çeşidi var, suya davamlıdır və 24 saat qalıcılığı var. 24 saat qalıcılığı var. Növbəti məhsul çeşidlərimiz
dodaq karandaşlarıdır ki, dodaq karandaşlarında fərqli yenə də rəng tonları var. Həmçinin də qiymət olaraq da fərqli qiymət aralığında ala bilir. Həm tək şəkildə əldə edə bilirsiniz. Kimlər ki onlayn satışla məşğuldur, mütəmadi şəkildə və yaxud da gözəllik salonunda işləyir, daimi olaraq alırsa, onlar da yəni tək-tək seçim edə bilər. Həmçinin kosmetika mağazaları da yenə bu şəkildə paçka ilə əldə edə bilər. 35 rəng tonu var dodaq karandaşlarının. Həmçinin də qaş karandaşları. Fərqli rəng tonları və fərqli çeşidləri var ki, burada da suya davamlı olanı var, sadəsi var, matı var. Göz üstü var, dodaq konturları var. Dodaq konturu göz üçün istifadə olunan çeşidləri var ki, rəng olaraq burada da 20-yə yaxın rəngi var hardasa, fərqli olaraq. Çünki fərqli rəng sevənlər varsa, bu rəngin göstərir də, düzdürmü? O rənglərdir bəli. Və gözün üzərində istifadə olunur. Göz üzəri olan karandaş çeşidləri fərqli olaraq rənglərdən, baxın, mavi rəng var, belə yaşıl rəng var, ağ rəng var. Yenə də standart digər rəng çeşidləri də yenə də burada qəhvəyi, boz və s. Qiymət olaraq çeşidlərdən nümunə olaraq desək, neçədən başlayır? 80 qəpikdən başlayır. Ümumi karandaşlardan 80 qəpiyə başlayır. Yenə də göz üçün olan, nə bilim, göz üçün olan, dodaq üçün olan fərqli qiymətlərdədir. Kim ki topdan qiymətə əldə etmək istəyir, əlaqə nömrədən əlaqə saxlayıb bir-bir dəqiqləşdirə bilər. Daha sonra bunlar da yenə karandaş çeşidləridir ki, öncədə qeyd etdiyimizin digər fərqli çeşid. Bunlar da gözünün üstü üçündür. Burada da yenə fərqli gözü də var, dodaq üçün olan da var. Dodaq üçün və göz üçün olan çeşidləri var. Kimlər ki hansı məhsulu qiymətinə görə daha çox onların mağazasında satışı baş tutursa, həmin məhsullar da öz mağazasında tədarükünü edə bilər. Yeni gələn, burada yığılan həmən əllik modellərinin blesk formasında və tonalin formasında olan çeşidlərdir ki, bunlar digər tərəfdə olmadığına görə tək-tək göstərmək istədim. Və rəng çeşidi olaraq 6-8 rəng, 7 tonalinin ikisinin də 7 rəng tonu var ki, bunlar da blesk formasında olan əllik modellərdir ki, qiymət olaraq öyrənmək istəyənlər, çünki yeni gəlib qeyd olunan əlaqə nömrələrinə əlaqə saxlayıb öyrənə bilərsiniz. Daha sonra isə bunlar da elə deyib, sonra digər tərəfə keçək. Bunu demişsən, bu heç. Bu bədən skrablarıdır ki, 500 qramdır. Bədən skrabları qiymət deyə bilərsə isə qiymət deyək. Bədən skrabları da demək 500 qram çəkisidir. Fərqli olan tərkibdə kofe, ətirli qızıl gül, bal, çiyələk, vanil olaraq 5-6 fərqli qoxulu çeşidləri də var. Daha sonra isə Misfidi markasına aid olan məhsul çeşidlərini göstərmək istəyirəm. Əl kremləridir. Gördüyünüz kimi fərqli ölçülərdə və fərqli tərkibli əl kremləridir ki, burada görürsünüz. Daha sonra isə duş gelləridir. Bunlar penkalardır. Üz yumaq üçün istifadə olunur. Daha sonra isə burada onların yenə də tonikləridir. Bunlar hamısı Misfidi brendinə aiddir. Daha sonra isə gəlir həm serum formasında, həmçinin krem formasında olan üz nəmləndiriciləri. Və bunlar serum formasındadır. Bunlar isə krem formasında. Əgər bu marka ilə tanış olmayanlar varsa, kosmetika yeni mağazaya gəlib bir-bir məhsulları test edə bilərlər, düzdürmü? Yerində baxa bilərlər, keyfiyyəti ilə tanış ola bilərlər, daha sonra isə sifarişlərini edə bilər. Biz hər dəfə videolarda tövsiyə edirik ki, mağazaya ən azından bir dəfə gəlib ümumi olaraq çeşidlərlə, keyfiyyəti ilə, qiymətləri ilə tanış olun. Daha sonra isə əgər regionda fəaliyyət göstərirsinizsə və yaxud da şəhərdə, uzaqda, şəhər kənarında fəaliyyət göstərirsinizsə, ən azı bir dəfə gəlin, tanış olun ümumi olaraq, daha sonra isə gəlmədən də yenə məhsulları sifarişi edə bilərsiniz. Daha sonra isə miselyarni sulardır ki, yenə də Misfidi markasına aiddir. Buradan əldə edə bilərsiniz. Daha sonra qışda ən çox istifadə olunan dodaq nəmləndiricisi, dodaq kremləri, yenə də bu Misfidi brendinə aid olan
Bal tərkibi. bal tərkibli məhsullardır. Bunlar da buradan yenə həm topdan tək-tək də almaq olur, lakin tək-təki bəzən olur ki, mağazada qarşılıqlıq olur. Boş vaxtda, rahat vaxtda gəlib əldə eləyə bilərsiniz. Növbəti göstərəcəyimiz məhsul vitrinləri gördüyünüz bunlardır ki, ümumi olaraq öncədən dedik, burada demək, kosmetika, makyaja aid olan məhsullar var. Daha sonra salon mallarıdır, hansı ki, dırnaq ləvazimatlarıdır. Ondan sonra bədən üçün bədən baxım məhsullarıdır. İrəliləyən dəqiqələrdə də sizə qeyd etdiyim digər çeşidləri də yaxından tanış edəcəyik. Və burada gördüyünüz məhsullar demək, dırnağa aid olan pilkalardır. Burada gördüyünüz bütün pilka çeşidləridir. Daha sonra istifadə olunan qayçılardır. Daha sonra makyaj zamanı istifadə olunan şotkalardır. Şotka çeşidləridir ki, burada yer alıb. Qiymət olaraq, ümumi olaraq ümumiləşdirib desək, demək, pilkalar neçədən başlayır, şotkalar neçədən başlayır? Pilkalar 80 qəpikdən başlayır. Bu pilkalar demək, qeyd edim ki, bunların digər çeşidləri də var orada. Bunlar isə sırf dəmir pilkalardır. Qiymət olaraq 80 qəpikdən başlayır. Şotkalar başlayır. Şotkalar başlayır 1 manatdan. Şotkalar başlayır 1 manatdan. Fərqli başlığına görə, qubqasına görə fərqli ölçülərdə olan çeşidləri var. İndi yaxından göstərməyə çalışın bir neçəsini. Baxın, böyük həcmdə olanı var, xırda həcmdə olanları var. Və həmçinin bunların dəsti də var ki, kosmetoloqlar filan istifadə edir. Onu da irəlidə göstərəcəm. Daha sonra qayçılar neçədən başlayır? 80 qəpikdən başlayır. Qayçı çeşidləri isə başlayır 80 qəpikdən, yenə də ölçüsünə görə, keyfiyyətinə görə və s. qiyməti dəyişir. Burada qayçı daraqlar da var. Yəni, bu O saç qayçılardır. saç qayçıları. Seyrəltmədir və düz. Burada da qayçı daraqları da rast gəlinəcək. Həmçinin dırnaq tutan çeşidləri var burada fərqli. Həm bu formada olan, həm də qaş. Bu qaş üçündür, hə? Bəli. Maqqaş. Maqqaşlar. Maqqaş çeşidlərdir bunlar. Neçədən? Maqqaşlar və pinsetlər. Maqqaş pinsetlər neçədən başlayır? Dırnaq tutanların kusaçki formasında olan çeşidləri. Hansının qiymətini demək imkanımız varsa, onları siz zəhmət olmasa elə kənardan qeyd edin. Kusaçki çeşidlərində buradan yenə də fərqli və Saçqı çeşidlərimiz ölçüsünə görə dəyişir. dəyişir. Ət üçün olan var, dırnaq üçün olan var, ayaq dırnağı üçün. Onlar kiprik atlayanlardır. Bunlar kiprik atlayan çeşidləridir. Burada da fərqli rəng və materialda olan növləri var. Bunlar da tipsi kəsənlərdir mən bilən. Bəli. Burada gördüyünüz isə dırnaq modellərdir. Bunların yapışqanla yapışır, düzdürmü? Bəli, Hamısı. Öz tərkibi içində Skoçu var ki, yapışqanla silikon kleyi var və silikon kleyi ilə. Bunların da fərqli rəngdə, fərqli teksturada, arxada inşallah göstərməyə çalışacağım. Bir 30-40 fərqli rəngdə olan çeşidi var. Növbəti göstərəcəyimiz məhsul çeşidləri bədən spreyləridir ki, bədən spreylərinin də 16 ətrinə görə, qoxusuna görə 16 fərqli çeşidi var. Bunlar da bildiyimiz, tanıdığımız, ən çox istifadə olunan, ən çox xanımlar tərəfindən, bəylər tərəfindən alınan marka ətirlərin qoxularıdır ki, demək 250 millidir. Həcmi 250 millidir. Daha sonra 6 saat qalıcılığı var ki, rahat şəkildə istifadə eləyə bilirsiniz. Demək, gördüyünüz kimi 16 fərqli ətir markalarının bədən spreyləridir. Həm tək, həm də yenə də qutu ilə əldə, tək dediyimiz, yəni 2-2-300 fərqli seçə bilərsiniz. Həmçinin də qutu ilə əldə eləyə bilərsiniz. Burada da yenə göstərdiyimiz öncədə duş gelləridir. Burada da ballısı və öncədə vitamin C, apelsinli, portağallı olan çeşididir. Daha sonra buradan başlayır. Demək, dırnaq üçün olan ləvazimatlar rəngləridir, gelləridir. Bunlar yenə bayaq öncə qeyd etdiyimiz həmin o pilkaların digər sadə versiyalarıdır. Daha sonra kosmetoloqların istifadə edə biləcəyi və istifadə etdiyi bu demək şotka dəstləridir. Burada da kosmetika çantaları var yenə. Daha sonra tipsilərdir. Buradan yenə əldə eləyə bilərsiniz. Fərqli çeşidləri var.
Bunlar nə sayılırdı? Poligellərdir. Bunlar da gellərdir. Poligellər. Poligellər. Poligel çeşidlərdir. Bunların da yenə Rəngtonlardır. fərqli rəng tonlarını buradan baxıb sifariş eləyə bilərsiniz. Demək, dırnaq üçün həmən istifadə olunan gellərin top bazalarıdır ki, primerləri, top baza primer. 100 millilikləri də 100 milli olan həcmdə ölçüsü də var, 15 milli olan ölçüləri də var və digərlər bunlar isə gördüyünüz bütün hamısı onların rəngidir ki, rəng çeşidləridir ki, nə bilim 100-dən də çox bəlkə fərqli rəng çeşidləri var. 170-dən çox rəng çeşidi var. Hər rəngində bir neçə tonu var. Sarının 3 tonu, qırmızının 3 tonu və s. Burada da yenə həmən kataloqdakı rənglərin fərqli seçib sifarişinizi yığdıra bilərsiniz. Həmən dırnaq pilkalarının sadələrin başlayır 25 qəpikdən orta, yüksək keyfiyyətdə, qiymətli olan çeşidlər var. Bunlar dedik, yenə də bunlar da genlərdir. Daha sonra burada bu vitrinimizdə dırnaq baxım, dırnaq tutan dəstlərdir ki, bunlar hər biri fərqli modellərdir, düzdürmü? Bunlar hər biri fərqli çeşidlər, qiymətləri də fərqlənir. Qiymətlər fərqlidir, iç saylarına görə də dəyişir. İç sayının, belə deyək də, perimet sayına görə fərqli saylarda var. Burada 9-10 fərqli çeşidlər var. Bu şəkildə cüzdan olaraq formasında dəmir qabda dəmirlə olan var, dəri ilə olan var. Bunlar da yenə də qiymətini, topdan qiymətini öyrənmək istəyənlər əlaqə saxlayıb öyrənə bilər. Daha sonra çeşid olaraq burada qufqa çeşidləridir. Qufqa çeşidləri də həddən çox qufqa çeşidi var. Yəni təkli olan var, belə ikili olan var, beşli olan var. Daha sonra altılı. Bunlar ən yeni gələn pudra tonalin üçün olan, konsiler üçün və s. üçün olan qufqa çeşidləridir. Bunlarda qiymət olaraq 20-30 qəpikdən başlayır, üzü yuxarı dəyişir. Həmçinin orada daraq çeşidləri də yenə göstərə bilərik. Burada da bir neçə fərqli şotka daraq çeşidləri də var. Bunlar da yenə bu mağazadan rahat şəkildə əldə edə bilərsiniz, əgər satışını da edirsinizsə. Həmçinin belə formada olan modelləri də var. Daha sonra isə burada bir neçə var çeşid olaraq, onları da sizə göstərim. Həmən makyaj zamanı istifadə olunan dəstlərdir ki, həm qubqası var, həmçində saç bonesi, saç həm masaj üçün olan, həm yenə saç üçün yığmaq üçün istifadə olunur. Fərqli ikili dəstləri var. Bunlar da yenə burada əldə edib satışını eləyə bilərsiniz. Buradan götür zəhmət olmasa, demək, kosmetika çantalarında həm dəri, yaxından göstərə bilirik, həm dəri materialda, həm dəri, həmçinin də parça formasında olan çeşidləri var. Bunların qeyd etdiyim kimi çeşidləri çoxdur, həmçində rəng çeşidləri var. Belə qaşına zərli işləməli olan var, belə parıldayan çeşidləri var. Belə formada olanlar. Bunlar da bayaq öncə göstərdiyimiz həmən setlərin az sayda olan dəstləridir. Bunlar da yığılıb bu şəkildə görüntü verir. Kosmetika çantaları topdan qiymət başlayır sadələri 2 manatdan. Modelinə görə, materialına görə, keyfiyyətinə görə qiyməti dəyişir. Dəqiqləşdirmək istəyənlər qeyd olunan əlaqə nömrələrindən əlaqə saxlaya bilərsiniz. Növbəti göstərəcəyimiz dırnağa aid olan məhsullardan, demək, dırnaq aparatlarıdır ki, kim ki dırnaq işi görür, salonlarda çalışır. Yenə də burada həmən dırnaq aparatlarını əldə edə bilər. Bunlar da yenə 2 çeşidi var hal-hazırda mağazada. 45.000 dövriyyədə, 45.000 dövriyyə ilə işləyir. Keyfiyyət olaraq digərlərindən qiymət olaraq da biraz fərqlənir. Çünki daha çox istifadə müddəti var, daha uzun ömürlüdür. Kim ki professional şəkildə dırnaq işi görür, rahat şəkildə arxayınlıqla alıb istifadə edə bilər. Həmçinin iki model dırnaq qurutma aparatı var ki, qiymət olaraq topdan qiymət 25 və 30 manat olaraq dəyişir. Digər model 30 manata olan model özəlliyi odur ki, bunun həmçinin həm əyaq, həm əl üçün pedikür, maniküründə istifadə eləməyə imkan verir.
Bugünkü çəkilişimiz də yekunlaşdı dostlar. Son olaraq təkrar olaraq bildirmək istəyirəm mağaza ünvanı və əlaqə nömrələrini. Mağaza yerləşir Sədrək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 11, mağaza nömrəsi 23, mağazanın əlaqə nömrəsi 050 330 51 18 050 641 1400. Həmçinin mağazanın TikTok və Instagram səhifələri də var ki, mütəmadi olaraq digər çeşidləri daha yaxından, daha ətraflı şəkildə izləmək istəsəniz, Instagram və TikTok üzərindən izləyə bilərsiniz. Həm mağazanın WhatsApp qrupu yoxdur, amma mağazanın əlaqə nömrəsini yazmaqla, mağazanın kontaktına əlavə olunmaqla siz WhatsApp statusunda paylaşılan çeşidləri və yeni gələn məhsullar haqqında məlumat həmçinin əldə edə bilərsiniz. Ümid edirəm ki, kimlər ki Sədərəkdən kosmetika toplantısı axtarırdısa, onlar üçün faydalı oldu. Ətrafınızda axtaran və sizdən başqa axtaranlar vardısa, dostunuzdan, rəfiqələrinizdən siz də bu videonu onlarla paylaşa bilərsiniz. Videonu da bəyənib, abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.